Salam, kanalıma hoş geldiniz. Bu videomda sizlerle zoğal kompotu hazırlayacağım. Bir de reyhan kompotu. Artık kış yaxınlaşır, ama kış hazırlığı hələ də bitməyib. Zoğalda soyuq dəyməyə çox xeyir olduğu üçün çalışıram hər il həm mürəbbəsini, həm də kompotunu hazırlayım. Öncə zoğalı təmizləyirəm, belə yuyuram təmiz. Sonra hazırlayacağım butulkaları da yuyuram. Və hər butulkaya təxmini 3-4 barmaq qədər zoğaldan əlavə edirəm. Reyhan kompotu isə bir dəstəyə yaxın, bəzən balaca olur, bəzən böyük olur. Təxmini o da ki, butulkanın yarısına qədər gələcək şəkildə tökürük reyhanını. Və üzərinə bir dolu olmayan armud stəkan şəkər tozu əlavə edirəm. Mən reyhanı öncədən hazır yumuşdum deyə əlimdə var idi, hazırladım. Reyhan kompotunun üzərinə də ya yarım limonu dilimləyib əlavə edirik, ya da yarım çay qaşığı limon duzu əlavə edirik. Bunu edəndə kompotda turşluq olur, dadlı alınır, etməyəndə amma çox da dadlı alınmır. Kompotları qaynatmadan hazırlayacağım. Əgər zoğal tam yetişmişdirsə qaynatmıram. Amma tam yetişməmiş zoğaldan kompot qoyacamsa, o zaman qaynadıram ki, tam bişsin. Həm uzun müddət qalsın, həm də ki, dadı tamı qarışsın. Bu dəfə isə tam yetişmiş zoğal olduğu üçün qaynatmadım, qaynar su ilə qoydum. Kompotları hazırlamağa başlayanda artıq suyu da qoymuşdum, qaynayırdı. Ən sonunda da üzərinə suyunu əlavə edəcəm və qapaqları da isti suda 1-2 dəqiqə gözlədirəm belə, sonra qapağla möhkəm bağlayıram. Bağladıqdan sonra yoxlayıram da hava çəkməsin, suyu axmasın. Əgər su axmırsa, demək ki, qapaq da möhkəm bağlanıb və xarab olma ehtimalı yoxdur.
Belə hazır olduqdan sonra yığıram adyalın arasına, üzərini də örtürəm. Bir gecə saxlayıram, səhərsi gün götürürəm, günəş görməyən sərin yerdə saxlayıram qışa. Hazırlayan hər kəs də inşallah sağlıqla tükətsin. Videomu da bura kimi izlədiysəniz like etməyi, kanalıma abunə olmağı unutmayın. Sağ olun.